Yay fəslinin başlanması və qarşıdan gələn bayram günləri ilə əlaqədar ölkə üzrə bir çox otellərdə qiymətlərdə ciddi artım müşahidə olunur. Bəs bu artımın səbəbi nədir? Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli qısa xəbər açıqlamasında bildirib ki, bayram günlərində vətəndaşların istirahət məqsədi ilə regionlara üz tutması qiymətlərin artmasına səbəb olur. Bu günlərdə tələbatın kəskin artması fonunda təklifin sabit qalması otel və digər turizm xidmətlərinin qiymətlərinə təsir göstərir. Bayram ərəfəsində bölgələrə maraq artır. İnsanlar şəhərin səs-küyündən uzaqlaşmaq, təbiət qoynunda istirahət etmək istəyirlər. Lakin regionlarda otellərin sayı məhduddur. Tələb artdıqca qiymətlərin də yüksəldiyini müşahidə edirik, deyə iqtisadçı ekspert bildirir. Ent Cəfərli vurğulayır ki, qiymət artımına digər bir təsir edən amil kimi quru sərhədlərin hələ də bağlı qalmasıdır. Dilə ki, vətəndaşların xarici ölkələrə səfər imkanları məhdudlaşdığından daxili turizmə maraq daha da artır. Bu da öz növbəsində bölgələrdə xidmətlərə olan tələbi və qiymətləri yüksəldir.